Yəqin bilirsiniz də İlham Əliyev arvadı ilə bircə qaçırılan Venezuela prezidenti var, Maduro. Onunla dost, qardaş, müttəfiq idilər. İkisi də Donquli qoşulmayanlar hərəkatının aparıcı liderləri idilər. İlham Əliyev bu hərəkatı 2 dəfə rəhbərlik elədi. Zavallı Azərbaycanlılara çatacaq pulu bu təşkilat üçün keçirilən mənasız konferanslara xərclədilər. Maduro daxil, onun kimi neçə diktatoru, debil rəhbəri Azərbaycana çağırıb yedirtdilər. Və bu hərəkatın toplantılarında onlar ikisi də basıb bağlayırdı. Ay qərb belə getdi, imperializm belə getdi, Amerika belə getdi. İndi qulaqlayıb Maduro'nu atıblar içəri. İlham Əliyev mıqq eləmir. Halbuki o izləsəniz hərəkatın tədbirlərin orada çıxışlarında öyünürdülər ki, BMT-dən sonra biz ikinci təşkilatıq dünyada. BMT-də bizə xüsusi yer verməlidirlər, missiya verməlidirlər. Nə oldu? Gəlib adamı, sənin dostu, qardaşı, müttəfiqi, hərəkatın aparıcı liderin yataqdan horlayıb aparıblar. Amma dodaqlarını aralayıb oradan bir söz çıxarda bilmirsən onun müdafiəsi üçün. Bütün diktatorlar bu cür rəzildilər, bu cür mənasızdılar və onların hamısının sonu Maduro kimi Maduro'ya oxşar formada olacaq. İlham Əliyev də hazırlaşsın.